Salam, hər vaxtınız xeyir olsun. Çempionlar Liqası 3-cü oyun gününün Atletik Bilbao Qarabağ oyununa həsr olunmuş oyun öncəsi mətbuat konfransını açıq elan edirik. Mətbuat konfransımızda baş məşqçimiz Qurban Qurbanov və futbolçumuz Kevin Medina iştirak edir. Öncə mətbuat konfransı iştirakçılarımız öncə Qurban Qurbanov və ardından Kevin Medina fikirlərini bildirəcək. Daha sonra suallara keçəcəyik. Salamlayıram hər birinizi. Vacib oyundur. Əlbəttə ki, çox yaxşı komandaya qarşı oynayırıq. Oynayacağıq daha doğrusu. Və çox yaxşı, çox təcrübəli baş məşqçiləri var. Özünə xas oyun üslubu olan bir kollektivdir. Çox dinamik, çox sürətli, həm müdafiədə, həm hücumda çox aqressiv oynayan bir kollektivə qarşı oynayacağıq. Və bizim təcrübəmiz xeyli artır, ildən ilə artır. Bilirik, rəqib çox istəkli olacaq və istəkli də hətta bu oyunda çox qalib gəlmək istəyir ki, xal fərqini yaxşılaşdırmaq üçün. Hər bir halda bilirik ki, bizim üçün meydanda çox hərəkət etmək lazım olacaq və çox düşünmək lazım olacaq. Və inşallah çalışacaq, möhkəm olaq meydanda, daha yığcam olaq və ən azından bu cür rəqibin, belə deyək, tempinə davam gətirə bilək. Və belə inanıram ki, ən azından azarkeşlərimiz bizim göstərdiyimiz oyundan, mübarizədən razı qalacaqlar. Saludos a todos. Sobre el partido que tenemos mañana con un rival como es el Athletic. Sabah Atletik Bilbao kimi rəqibimiz var. Və düşünürük ki, Qarabağ bu iki oyunda hörmət qazandı və düşünürük ki, rəqibimiz güclü hazır olacaq sabahki oyuna. Bütün bu geçmiş günlərdə bu oyun haqqında düşünürdük, həvəsliyik. Çox çətin bir oyun olacaq bizim üçün və düşünürəm ki, onlar üçün də çox çətin bir rəqibdir. Və bu həftəni çox ciddi çalışmışıq. Və sabah əlimizdən gələni eləyəcək ki, qalib gələk. Suallara başlayaq. Buyur Teymur. Marko Yankoviç haqqında qərar artıq vermişsiniz, sabah oynayacaq və yox və bir də ki, Nərimanla Curan arasında seçim etmək nə qədər çətin idi və artıq seçim edilib, ümumiyyətlə kim start heyətdə çıxacaq sabah? Yankoviçlə bağlı tam komanda ilə məşq eləyir. Ola bilər ki, bəlkə öz idman formasından biraz uzaqdır, amma hər bir halda çalışacaq ki, onun təcrübəsindən istifadə etməyə, amma hələ ki, dəqiq qərar verməmişəm ki, ilk dəqiqələrdən yoxsa sonradan. Nərimanla Durana gəldikdə, hər ikisi hal-hazırda yaxşı idman formasındadır. Özlərini həm oyunlarda, həm məşqlərdə yaxşı tərəfdən göstərirlər. Və hələ sabah kimi vaxtımız var. Sabah yəqin ki, meydana dəqiq bilinəcək. Oyun başlarındakı kimi çıxacaq. Kardeş ülke Türkiye'den Recep Kaya. Hocam, Qarabağ'ın bu başarısı sadece Azerbaycan için değil, tüm Türk dünyası için gurur verici bir olay. Böyle bir duyguyu yaşatmak size neler hissettiriyor? Xoşdur sizi burada görmək. Bəli, məlumatlıyıq bizim hər oyunumuza qardaş ölkədən, Türkiyədən
çox böyük dəstək olur. İstər Bakıda oynayaq, istər ölkə xaricində oynayaq. Və bütün oyunlarımıza demək olar ki, ölkə xaricində olanda Türkiyəli qardaşlarımız oyunlarımızda iştirak edirlər və ümumən hər oyundan sonra da çox böyük maraq göstərirlər. Və əlbəttə ki, onlara təşəkkür edirəm hər birinə. Və bu ancaq bu hissləri bəlkə sözlə ifadə etmək olmaz. Çox xoşdur və bizim az yox, daha çox bizim azarkeşimiz var. Bizə dəyər verən insanların sayı çoxdur və bu sadəcə bizim məsuliyyətimiz daha da artırır və həvəsimiz daha da çoxalır və biz də çalışırıq ki, daima öz oyunlarımızda daha yaxşı nəticələr əldə etməyə. Kevinə sual, öncə suallarımızı verək, o məşqə çıxmalıdır ona görə. Salam Kevin. Elçe ilə oyunda Niko sonradan oynaya girdi və başlayıb hər halda yenidən oynamağa, amma tam hazır deyil. Bu tərəfdən də Inaki Williams var. Bu iki qardaşlara qarşı tam performansı olsa da olmasa da Niko və Inaki'yə qarşı necə hazırlaşırsınız bundan bağlı? Soruşmaq istəyirəm. Biz sadəcə olaraq Williams qardaşlarına qarşı hazırlaşmırıq. Əlbəttə ki, Atletik Bilbao kimi rəqibə qarşı oynamağımızı hazırlaşırıq. Və düşünürəm ki, çox gözəl hazırlaşmışıq və bütün rəqibə qarşı gücümüzü göstərməyə hazırız. Və mən şəxsən özüm də hazıram. Kevinə sual vermək istəyirdim. Ümumiyyətlə bu mövsümlə bağlı. Son mövsüm, ümumiyyətlə keçən mövsüm ola bilər ki, onun üçün biraz çətin keçdi, bir ara tənqid də olunurdu. Bu mövsüm isə sanki ikinci cavanlığı yaşayır və bu mövsüm onu nə motivasiya edir və yanaşmada nəsə dəyişdi ola bilər ya da Çempionlar Liqası motivasiya edir. Bu il Kevin sanki daha da etibarlı təsir bağışlayır. Mənə motivasiya verən keçmiş sezonlarda o qədər də istədiyim səviyyəni göstərə bilmədiyimdən yəni bu il motivasiyam daha da çox idi. Çünki nəyə bacardığımı göstərmək istirdim və yəni düşünürəm ki, bundan yaxşı motivasiya ola bilməz. İnsan öz səhvlərindən dərs götürüb yaxşılaşmalıdır və düşünürəm ki, elə ona görə də belə oldu. İki sual da vermək istəyirdim. Siz həmişə deyirsiniz ki, hər mövsüm, hər oyun güclü rəqiblərə qarşı oyun hər bir futbolçu üçün və komanda olaraq da Qarabağ böyüyür. Bu iki oyun, Çempionlar Liqasının iki oyunu şəxsən sizi necə dəyişdi və ən dəyişdi, biraz ola bilər ki, düzgün bir söz deyil. Ən əsas çıxartdığınız nəticə nə idi bu iki oyunlardan sonra? Artıq əgər keçən mövsümlərdə Bayernlə qarşı ayrı bir oyun idi, Braqaya qarşı oyun idi. Amma bu dəfə sanki tamamilə fərqli bir vəziyyətdir və artıq top 5 ölkələrdə də bu iki oyundan sonra Qarabağdan danışırlar. Dəyişiləcək bir şey yoxdur. Sadəcə futbol elə bir oyundur ki, ümumiyyətcə idman, yəni elə bir peşədir ki, burada hər il, hər oyun uğur əldə edə bilməzsən, nə qədər hətta güclü olduğun müddətdə belə görürsən ki, öz istədiyin nəticələri əldə edə bilmirsən. Mən dəfələrlə bildirmişəm ki, çox böyük klublar var ki, bir il Çempionlar Liqasını qazanırlar, amma sonraki il görürsən onu əldə edə bilmirlər və yaxud öz ölkəsinin çempionu olurlar, digər il ola bilmirlər. Və biz də kiçik bir futbol ölkəsiyik, amma buna baxmayaraq biz sadəcə belə turnirlərdə nə
həqiqətən çox böyük təcrübə qazanırıq. Ümumiyyətlə gələcək üçün, gələcəyə ümidlə baxmaq üçün sanki belə böyük oyunlarda qalibiyyətlər əldə etmək lazımdır. Və bu da şükürlər olsun Allaha bizim hər il demək olar ki, belə qalibiyyətlərimiz olub. Sadəcə bu il 2 oyun, 2 qalibiyyət bu daha da gələcəyə ümid verir ki, biz özlərimizə daha çox işləsək, daha çox çalışsaq və təkcə klub olaraq yox, ümumiyyətcə bizim ölkə futboluna böyük bir inam, böyük bir həvəs verir ki, öz milli çempionatımızın da səviyyəsini daha yaxşılaşdırmağa ki, belə böyük klublara qarşı yaxşı uğurlu oyunlar əldə etməyə. Ümumən belə biz sadəcə həmişə çalışmışıq ki, öz üzərimizə düşən vəzifəni düzgün yerinə yetirək, onu məsuliyyət yerinə yetirək. Bilirik, Avropada futbol daha çox inkişaf eləyir və daha sürətli də inkişaf eləyir. Amma ən azından onlara qarşı düzgün düşünmək, düzgün, yaxşı çəkinmədən mübarizə aparmaq bu bizim missiyamızdır. Və belə də inşallah uğur ola bilər. Bugün var, sabah olması və yaxud bugün olması, sabah olacaq. Və sadəcə biz, əgər Qarabağ varsa, futbol varsa, bu kollektiv varsa, biz daima iş başında oluruq və o hansı ki, bəlkə də nadir olan qalibiyyətləri biz onu səbirsizliklə gözləyirik və inanıram ki, onu da Allah hansısa vaxt sənə hədiyyə eləyir, hansısa vaxt verir. Axşamınız xeyir olsun. Qurban Hoca, bir daha Avropaya xoş gəlmisiniz. İnşallah yeni zəfər dalında sabah da bu oyunu qazanarsınız və mənim sualım biraz spesifikdir, sabahki oyunla bağlıdır. Çünki siz hər bir komanda haqqında danışarkən onların güclü tərəflərini və Qarabağa yaradacağı problemlərdən danışırsınız. Məsələn, bu nöqteyi nəzərdən baxsaq, atletik necə səciyyələndirmək olar? Bu komanda hansı komponentlərdə daha çox Qarabağın oyun üslubuna, belə deyək, uyğun gəlməyən bir tərzdə oynayır və onlara qarşı Qarabağın üstünlüyü nədə ola bilər? Təşəkkür edirəm. Elə əvvəl fikirlərimdə bildirdim ki, çox dinamik futbol oynayan bir kollektivdir. Ümumiyyətcə, ən tez, belə deyək, rəqib meydançasına topu daha tez çatdıran kollektivlərdən biridir və çox sürətli bir şəkildə çalışırlar ki, rəqibin zonasında oyunu qurmağa və bu bizə çətinlik yarada bilər. Çünki belə olduğu halda biz meydanda bəzən düzgün yerləşə bilmirik. Çünki oyun həddindən artıq sürətli gedir və bu bizə mane ola bilər. Amma necə ki onlar çalışırlar ki, rəqibə öz oyununu oynamağa imkan verməmək ki, özləri düşündükləri oyunu oynasınlar. Eləcə də biz həmişə futbolçulardan tələbim olur ki, onların öz oyun üslublarının qarşısını almağa, ki, onların düşündüklərini meydanda yerinə yetirməyə imkan verilməliyik ki, biz də öz oyunumuzu oynaya bilək. Amma hər bir halda bugün biz real baxmalıyıq. Bəli, bugün biz rəqibə çox böyük hörmətlə yanaşırıq və çox hörmət etdiyim məşqlərdən biridir komandanın başında və kollektiv olaraq, yəni fərdi qaydada ümumiyyətcə çox bacarıqlı, keyfiyyətli futbolçuları var və böyük, zəngin Avropa təcrübələri var. Bu təcrübə ola bilər ki, bizi üstələsin və üstəlik çox gözəl bir arenalar var. Azarkeşlər həddindən artıq çoxdur, o ola bilər. Amma biz dəfələr olub ki, belə oyunlarda iştirak eləmişik və uğurlu nəticələrimiz heç az olmayıb. Sadəcə bizim ən ümumiyyətcə bu dəqiqə futbolçulara motivasiya verdiyimiz və onlara rəqibə qarşı çəkinmədən oynamağımız ki, daha ürəkli olmaları, daha dözümlü olmalarıdır. Əgər belə olduğu halda, çünki ola bilər bir rəqib, digər rəqiblər ola bilər ki, oyun ərzində bir 20-30 hücum eləyirsə komandaya, bu komandanın potensialı var ki, bəlkə də ondan daha artıqını etməyə. Ki, biz buna hazır olmalıyıq. 90 dəqiqə buna dözməliyik və inşallah belə oyunlarımız olub. Amma inanıram ki, hər biriniz üçün maraqlı oyun olacaq və yaxşı mübarizə gedəcək meydanda. Hocam, salam, sizi Bilbao'da görmək xoşdur.
Günorta həm Aitor Paredes'in, həm Ernesto Valverde'nin mətbuat konferansında demək olar bütün diqqət Qarabağın şəninə təriflər yağdırması idi. Yəni hörmət edirik, diqqətlik. Amma oradan xüsusən də bu güclü tərəflə bağlı Ernesto Valverde dedi ki, orta sahə və hücum arasındakı bağlantı çox yaxşıdır və sürətli. Sizin eyni atletiklə bağlı dediyiniz şey, çox sürətli çıxırlar və cinahlar burada çox sürətli iştirak edir. Eyni sözləri Henry demişdi, hələ Kopenhagendən oyundan əvvəl. Hətta o əlavə eləmişdi ki, Qarabağın cinahları o qədər öldürücüdür ki, ancaq böyük klubların bunun qarşısında durmaq şansı var. Həm bu fikrin özünə rəyiniz maraqlıdır, həm də məsələn atletik bu böyük klublardan sayılarmı ki, o öldürücü cinahlarımızın qarşısını kəsə bilsin? Atletik elə o özü böyük klubdur. Yəni bunu digərlərindən ayırmaq olmaz. Amma qaldı ki, Valverde'nin və yaxud Henry'nin və yaxud digərlərinin fikirlərinə bəlkə biz oyunun üslubumuzu dəyişək ki, biraz bizim üçün çox çətin olmasın, daha diqqətli olacaqlar. Amma hər bir halda bu sözləri eşitmək xoşdur. Yəni bunlar həqiqətən böyük ehtimal gördüklərini deyirlər. Çünki biz də rəqibləri analiz etdikdə onların daha çox üstün tərəflərinə çox böyük önəm veririk. Eləcə də rəqib əgər bunu düşünürsə, deməli, bu bir daha göstərir ki, biz nə dərəcədə səliqəli oynamalıyıq, ən vacibi. Yəni, öz oyun üslubumuzdan əl çəkməmək, amma daha səliqəli oynamağa çalışmalıyıq. Və bir daha göstərir ki, belə böyük klubların bizə qarşı belə ciddi yanaşması, bu çox sevindirici haldır və bizim, belə deyək, istəyimizi, həvəsimizi, məsuliyyətimizi daha da artırır. Və onların o fikirlərinə görə də təşəkkür edirəm hər birinə. Medinəyə sual yoxdursa, ona icazə verə bilərik. Hola Kevin, bienvenido. Salam Kevin, xoş gəlmisiniz. Sizcə Atletik Bilbao'nun 0 xal nail olduğuna bu dəqiqə onlara belə deyək də daha da çox baskı olduğunu istifadə edib siz ondan istifadə edib bəlkə də oyunu udmağa çalışarsınız. Inteligentes y saber jugar contra eso y Biz əlbəttə ki, bilirik ki, onlar udmağa çalışacaqlar. Çünki dediyiniz kimi 2 oyundan sonra 0 xal nail olmağa, amma yenə də biz ona görə heç də rahat oyuna çıxmalı deyilik. Biz öz oyunumuzu qurmağa çalışmalıyıq, səhvlərə yol verməməliyik və kim neçənci yerdə olduğunu heç də düşünməməliyik. Öz oyunumuzu eləməyə çalışmalıyıq. Last question, axırıncı sual. Qurban, mən 2 oyundan sonra 6 xal topladı Qarabağ və istər-istəməz artıq azarkeşlər arasında da artıq hesablamalar baş verir. Keçən il məsələn 10-11 xalla artıq komandalar 24-lüyə düşürdü. Əgər Çempionlar Liqasından qabaq bəlkə bu bir xəyal kimi sayılırdı, amma indi biz deyə bilərik ki, 24-lüyə düşmək bu məqsəddir və belə ümumiyyətlə söhbətlər futbolçulara necə təsir eləyir və buradansa bir narahat edəcək bir məqamlar varmı sizin üçün? Narahat deməzdim, narahatçılıq var, amma ümumən bəlkə futbolçulara hansısa bir formada təsir eləyir. Bunu çalışır aradan qaldırmağa, amma hər şeyə real baxmaq lazımdır. Hələ qarşıda 6 oyun var və 6 oyun 18 xal deməkdir. Və turnirdə iştirak edən komandaların da ümumi baxsaq ki, onların gücünə, reallığa baxsaq, onlar hər biri qarşıda 15, 12, 13 xal toplamağa qadirdirlər.
Və sadəcə bizim əlimizdə bugün daha çox hal əldə etmə imkanımız varsa, biz bundan maksimum çalışırıq istifadə etməyə. Amma yəni mütləq belə bir qarşımıza vəzifə qoymamışıq ki, biz bu iki oyunu qalib gəldik və qarşıdakı oyunlarda mütləq biz qalib gələcəyik deyə belə bir fikrimiz yoxdur. Sadəcə biz ümumiyyətcə hər bir uğur əldə etmək üçün həmişə biz çalışırıq ki, oyunumuzu daha da yaxşılaşdırmağa, daha da səliqəli olmağa, daha da yığcam olmağa və belə olduğu halda əlbəttə ki, uğur gəlir. Amma bu normal haldır. Bütün dünya futbolunda olan bir fikirlərdir. Hansı ki, hamı istəyir ki, öz komandaları daha yuxarıda olsun, daha uğurlu nəticə əldə eləsin. Və biz də bugün əgər bunların sırasındayıqsa, bizim üçün çox xoşdur bu ifadələri eşitmək. Amma qarşıda hələ bizi xeyli böyük mübarizələr gözləyir. Çox sağ olun. Sabah görüşərik. Sağ olun, təşəkkürlər.